Çingiz özünü doğrultsa da dərələrə, dolama yollara hələ də yaxşı baxa bilmirdi. Mən elə bundan ehtiyat edirdim deyə Şahin tezliklə ətrafı bürüyən dumana təəssüf hissi ilə baxdı. Buyurun maşına, ancaq dumanda yol getmək çətin olacaq. Dağlar deyəsən bizi sən deyən qədər də yaxşı qarşılamadı. Bu kitablar yazıcı Bayram Bayramovun yuxusuz gecələrinin, narahat gündüzlərinin yaradıcılıq bəhrəsidir. Bayram Bayramovun 50 yaşı tamam olmuşdur. Onu doğma Kolanı kəndində hörmətlə, məhəbbətlə qarşıladılar. Kənd mədəniyyət evində keçirilən yubiley gecəsində yazıcı Əli Vəliyev Bayramın həmyerlilərinə onun yaradıcılıq yolundan danışdı. Kənd cəmaatı adından Qulu kişi, Bayrama dərs demiş müəllimlər adından Kərrar müəllim dedilər. Başımızı uca etdiyin üçün, zəhmətimizi itirmədiyin üçün çox sağ ol Bayram. Kənd cəmaatı onların arasından çıxmış sənətkarın istedadını yüksək qiymətləndirdi. Bayram Bayramov yeni yaradıcılıq planlarından danışdı. Bakı ictimaiyyəti də Bayram Bayramovun yubileyini təntənə ilə qeyd etdi. Görkəmli jurnalistlər, yazıçılar, yubilyarın qələm dostları və minnətdar oxucular Bayram Bayramova uzun ömür, can sağlığı, yeni yaradıcılıq müvəffəqiyyətləri arzuladılar.